Bu videonu çəkməkdə məqsədim 7-ci sinif şagirdlərinə KSG-də dəstək olmaqdır. Birinci bölmədən başlayaq. Fiziki kəmiyyətlər və onların ölçülməsi. Fiziki hadisələri öyrənmək üçün fiziki kəmiyyətlərdən istifadə olunur. Cisim və ya hadisənin ölçülə bilən və hesablana bilən xassəsi fiziki kəmiyyət adlanır. Məsələn, kütlə bir fiziki kəmiyyətdir. Biz kütləni ölçə bilirik. Tərəzinin üzərinə çıxırıq və öz kütləmizi müəyyən edə bilirik. Zaman fiziki kəmiyyətdir. Qüvvə fiziki kəmiyyətdir. Sıxlıq fiziki kəmiyyətdir. Mən sizə tanış olan fiziki kəmiyyətləri yazıram. Təbiət dərsliyində siz artıq bu fiziki kəmiyyətlərlə tanış olmusunuz. Uzunluq fiziki kəmiyyətdir. Gərginlik fiziki kəmiyyətdir. Hər bir kəmiyyət bir hərflə işarə olunur. Kütlə M hərfi ilə işarə olunur. Zaman T hərfi ilə işarə olunur. Qüvvə böyük F hərfi ilə. Sıxlıq R hərfi ilə işarə olunur. Həcm V hərfi ilə işarə olunur. Uzunluq kiçik L hərfi ilə işarə olunur. Gərginlik U hərfi ilə işarə olunur. Hətta bura bir kəmiyyəti də əlavə edək. Sürət. Sürət də V hərfi ilə işarə olunur. Hər bir fiziki kəmiyyətin vahidi var. Ölçü vahidi. Kütlənin ölçü vahidi kiloqramdır. Zamanın ölçü vahidi saniyə. Qüvvənin ölçü vahidi Newton. Sıxlığın ölçü vahidi kiloqram bölünsün metr kubu. Həcmin ölçü vahidi metr kubu. Uzunluğun ölçü vahidi metr. Gərginliyin vahidi volt. Sürətin vahidi isə metr bölünsün saniyədir. Və biz hər bir fiziki kəmiyyəti bir cihazla ölçürük. Kütləni ölçən cihaz tərəzi. Zamanı ölçən cihaz saniyə ölçən. Qüvvəni ölçən cihaz dinamometr. Sıxlığı iki cihazdan ölçə bilərik. Kütləni tərəzi ilə ölçərik. Həcmi də menzurka ilə ölçərik. Beləcə sıxlığı müəyyən edərik. Həcmi ölçmək üçün, mayələrin həcmini ölçmək üçün və kiçik ölçülü bərk cisimlərin həcmini ölçmək üçün menzurkadan istifadə edə bilərik. Amma məsələn, sinif otağının həcmini ölçmək istəyirik. Bunun üçün nə edirik? Əlimizə bir ölçü lenti alırıq və sinif otağının enini, uzunluğunu, hündürlüyünü tapıb sinif otağının həcmini müəyyən edirik. Uzunluğu ölçən cihaz ölçü lenti. Gərginliyi ölçən cihaz voltmetr. Sürəti də ölçən cihaz spidometr yazıram. Spidometr ani sürət ölçür. Yenə də onun vahidinə baxıram. Metr saniyə. Metri ölçərəm ölçü lenti ilə. Zamanı da ölçərəm saniyə ölçənlə. Deməli, burada mən iki cavab yaza bilərəm. Ya spidometr yazaram, ya da ölçü lenti və saniyə ölçəni bir yerdə yazaram. Sadəlik üçün bir çox ölkələrdə fiziki kəmiyyətlər ortaq vahidlə ölçülür. Buna deyirlər beynəlxalq vahidlər sistemi. Beynəlxalq vahidlər sistemi, baxın, belə işarə olunur. BC. Beynəlxalq vahidlər sistemində 7 kəmiyyət var ki, onların vahidi əsas vahid hesab olunub. Mən indi o kəmiyyətləri yazacağam sizin üçün. Bunlardan birincisi kütlədir. Kütlənin vahidi kiloqram. İkinci kəmiyyət zamandır. Zamanın vahidi saniyədir. Sonra temperaturdur. Temperaturun vahidi Kelvindir. Qısaca Q yazılır. Maddə miqdarı
Maddə miqdarının vahidi moldur. Sonra cərəyan şiddəti. Cərəyan şiddətinin vahidi amperdir. Qısaca A yazılır. Sonra uzunluq. Uzunluğun vahidi metrdir. Və nəhayət 7-ci işıq şiddəti. İşıq şiddətinin də vahidi kandeladır. İndi siz deyirsiniz ki, müəllim, biz kütləyə qramda yazarıq, tonda yazarıq, milliqramda yazarıq. O cümlədən zamana, saniyədən başqa saat, dəqiqə yazarıq. Bunlar əsas vahidlərdir. Dediyimiz digərləri isə sistemdən kənar vahidlərdir. Sistemdən kənar vahidlər verildikdə biz onları əsas vahidlərə çevirməliyik. Bunun üçün də biz bilməliyik, məsələn, 1 kilometr neçə metrdir, 1 ton neçə kiloqramdır. Birinci başlayaq uzunluq vahidlərindən. 1 kilometrimiz 1000 metrə bərabərdir. Onda 1 metrimiz də 1000-in tərsi. 1 bölək 1000də 1 kilometr olur. Bəlkə biz kilometrdən metrə keçəndə 1000-ə vuracağıq. Metrdən kilometrə keçəndə isə 1000-ə böləcəyik. Məsələn, 1/10 kilometri metrə çevirmək istəyirəm. 1/10-ni vururam 1000-ə. Vergüldən sonra bir ədəd var. Buradan bir dənə 0 silirəm. 1200 metr. Və yaxud da indi metri kilometrə çevirirəm. 200 metri çevirməliyəm kilometrə. 200 metri bölürəm 1000-ə. Sıfırlar ixtisar olunur. Qalır 10-da 2. Bu da bərabərdir 0,2 kilometrə. Sonra 1 metrimiz 100 santimetrdir. 1 santimetrimiz də 1 bölünsün 100 metrə bərabərdir. Yazaq 1,25 metr. 1,25-i vuracağıq 100-ə. Vergüdən sonra 2 ədəd var. Burada da 2 sıfır var. Olacaq 125 santimetr. Və yaxud da 20 santimetri çevirməliyik metrə. 20-ni bölürük 100-ə. Sıfırlar ixtisar gedir. Qalır 0,2 metr. İndi kütlə vahidlərinə baxaq. 1 kiloqramımız 1000 qramdır. O zaman 1 qramımız da 1000-də 1 kiloqramdır. 0,2 kiloqramı çevirək qrama. 0,2 vuraq 1000-ə. Vergüdən sonra bir ədəd var. Buradan bir sıfır silirik. Bərabər olacaq 200 qrama. 500 qramı çevirək kiloqrama. 500-ü böləcəyik 1000-ə. Sıfırlar ixtisar gedəcək. Qalacaq 0,5 kiloqram. 1 ton 1000 kiloqramdır. Onda 0,2 tonu kiloqrama çevirmək üçün 0,2-ni vururuq 1000-ə. Eləyir 200 kiloqram. Bütün çevirmələr eyni prinsipdən gedir. Zaman vahidlərinə də baxaq. Zamanın əsas vahidi saniyədir, amma sistemdən kənar vahidlər də var. Məsələn, 1 saatımız 60 dəqiqədir. 1 dəqiqəmiz 60 saniyədir. Onda 1 saatımız neçə saniyə olacaq?
60 vurulsun 60. 3600 saniye olacak. Bir sutkamız 24 saattir. Siz bunu dəqiqlə də ifadə edə bilərsiniz. Necə? 24'ü vuracaqsınız 60 dəqiqəyə. Olacaq 1440 dəqiqə. Əgər saniyə ilə ifadə etmək istəsəniz, 1440'ı da vuracaqsınız 60 saniyəyə. Bu da olacaq, səhv etmirəmsə 86400 saniyə olacaq. Bir sutka yerin öz oxu ətrafında fırlanma müddətidir. Sonra bayaq mən qeyd etdim ki, kiçik ölçülü bərk cisimlərin və mayələrin həcmini tapmaq üçün menzurkadan, amma sinif otağının həcmini tapmaq üçün biz ölçü lentindən istifadə edərik. Düzbucaqlı düz prizmanın həcmi onun eni, uzunu və hündürlüyünün hasilinə bərabərdir. Düzbucaqlının eni olsun 3 metr, uzunluğu olsun 4 metr, hündürlüyü də olsun 2 metr. O zaman biz həcmi tapanda nə edəcəyik? 3 metr vurulsun 4 metr vurulsun 2 metr, 24 metrin kubu. Əgər bu tərəflərdən biri bizə metrlə, digəri santimetrlə verilərsə, məsələn, eni verilsin 2 metr, bir dəqiqə. Eni verilsin 2 metr, uzunluğu verilsin 120 santimetr, hündürlüyü də verilsin 140 santimetr. Biz nə edəcəyik? 120 santimetri metrə çevirəcəyik və 140 santimetri metrə çevirəcəyik. 120 santimetri metrə çevirmək üçün 120'ni bölürük 100'ə 1,2 metr. 140 santimetri də metrə çevirmək üçün 140'ı bölürük 100'ə 1,4 metr. Onda həcmi tapanda V bərabərdir 2 metr. Vurulsun 1,2 metr. Bu da vurulsun 1,10 metr. Hesablayarsınız. Cavabı yazarsınız. Düzbucaqlı prizmanın oturacağının sahəsini necə taparıq? Düzbucaqlı prizmanın oturacağının sahəsini tapmaq üçün enini vurmalıyıq uzunluğuna. Məsələn, eni 2 metrdir, amma uzunluğunu 30 desimetr verib bizə. Ona nə edirik? 30 desimetri çeviririk metrə. Yazırıq 2 metr vurulsun 3 metr bərabərdir 6 metrin kvadratına. İndi gəlin 1 metrin kvadratını santimetrin kvadratı ilə ifadə edək. 1 metr kvadratı o deməkdir ki, 1 metr vurulsun 1 metr. Hər 1 metrin yerinə yazıram 100 santimetr. Digər 1 metrin də yerinə yazıram 100 santimetr. 100'ü də 100'ə vuracam 10.000 santimetrin kvadratı. 1 metrin kubunu ifadə edək santimetr kubu ilə. 1 metrin kubu o deməkdir ki, 1 metr vurulsun 1 metr vurulsun 1 metr. İndi hər 1 metrin yerinə 100 santimetr yazacaq. 100 santimetr vurulsun 100 santimetr vurulsun 100 santimetr. 3 sənədə 100'ü bir-birinə vuranda edəcək 1 milyon santimetrin kubu. Əgər 1 metrin kubu 1 milyon santimetr kubudursa, onda 1 santimetrin kubu neçə metr kubu olar? Videonu saxlayın, düşünün, cavab verin, sonra videonu yenidən davam etdirin. 1 metr milyon santimetr kubdursa, 1 santimetr kubda 1 milyonun tərsi olacaq. Yəni 1 santimetr kub bərabər olacaq 1 bölünsün 1 milyon metrin kubuna.
Belə vahidlərə deyirlər törəmə vahidlər. Məsələn, sahənin vahidi nədir? Metrin kvadratıdır. Törəmə vahidi. Həcmin vahidi nədir? Metrin kubu. Bu vahidlərə törəmə vahidlər deyilir. İndi səhifə 19-da dərslikdə öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin. Hissəsini açıram. Başlayaq. Öyrəndiklərinizi tətbiq edində ikinci tapşırıqda. Burada gördüyünüz kilometr bölünsün saat sürətin vahididir. Sürətin vahidini dərsin əvvəlində yazmışdım. Əsas vahidi metr bölünsün saniyədir. İndi biz kilometr saatı metr saniyə ilə ifadə etməliyik. Yazaq bura. 3,6 kilometr bölək saata. Yadınızda saxlayın ki, kəsirin qarşısında yazılan rəqəm sürətindir. 3,6. Kilometrin yerinə yazıram 1000 metr. Saatin də yerinə yazıram 3600 saniyə. Bərabərdir. 3,6-nı 1000-ə vuranda elə eləyəcək 3600 metr. Aşağıda da 3600 saniyə. 3600-lər ixtisar gedəcək. Bərabər olacaq 1 metr bölünsün saniyə. Keçək B variantına. B variantında 1 qram bölünsün santimetr kubudur. Gəlin yadımıza salaq. 1 kiloqram 1000 qramdır. 1 qram da 1000-də 1 kiloqramdır. Santimetrin kubunda az öncə tapdıq. Bir neçə saniyə geriyə versək, santimetr kubu üçün nə yazdıq? 1 santimetr kub bərabərdir. 1 bölünsün 1 milyon metr kubuna. Demək ki, biz qramın yerinə 1000-də 1 kiloqram yazacağıq. Santimetr kubunun da yerinə milyonda 1 metr kubu yazacağıq. Yəni 1000-də 1-i böləcəyik milyonda 1-ə. Belə yazıram sizin üçün daha rahat olsun. 1000-də 1-i bölürəm milyonda 1-ə. Riyaziyyatdan bilirsiniz ki, bir kəsiri digərinə böləndə həmin kəsirin tərsinə vururuq. Tərsi bir düşdü aşağı, milyon qalxdı yuxarı. 1000 ilə milyon ixtisar gedir. Bərabər olacaq 1000 kiloqram bölünsün metrin kubuna. Keçək növbəti tapşırığa. Bizə deyir ki, uzunluq vahidləri hansılardır? Uzunluq vahidləri metrdir. Uzunluq vahidi santimetrdir. İkinci tapşırıqda tərəfinin uzunluğu 20 santimetr olan kvadratın sahəsi neçə kvadrat desimetrdir? Kvadratın sahəsi S bərabərdir. Bura A desəm, burada A desəm, olur S bərabərdir A kvadratı. A-nı bizə verib 20 santimetr. Amma cavabı görürsünüz desimetr kvadratı ilə soruşur. 20 santimetri çevirək desimetrə, 2 desimetr. İndi sahəni tapaq. 2 desimetr vurulsun 2 desimetr bərabər olacaq 4 desimetrin kvadratına. Üçüncü tapşırıqda yerin öz oxu ətrafında bir tam fırlanma müddətini dəqiqə ilə ifadə edin. Biz bunu az öncə tapdıq. 24 saat. 24 saatı da dəqiqəyə çevirəndə 24 vurulsun 60. 1440 dəqiqə edəcək. Dördüncü tapşırıq Euler-Venn diaqramında kütlə və həcm üçün uyğun bəndləri müəyyən edin. Kütlənin vahidi kiloqramdır. Həcmin vahidi metrin kubudur.
Bu əsas vahiddir kiloqram, amma metr kubu törəmə vahiddir. Bizdən də əsas vahidi istəyir. 1 gedəcək kütləyə, əsas vahid deyil, 2 gedəcək həcmə. Fiziki kəmiyyətdir, hər ikisi fiziki kəmiyyətdir. Vahidi kiloqramdır, kütlənin vahidi kiloqramdır. Vahidi metr kubudur, həcmin vahidi metr kubudur. Vahid hissələri ilə ifadə oluna bilir. Vahidi hissələri ilə ifadə oluna bilir. Bu da hər ikisinə gedəcək. Davam edək. Artıq biz fiziki kəmiyyətləri ölçmək üçün qeyd etdik ki, ölçü cihazlarından istifadə edirik və cihazların üzərində qiymətlərlə göstərilmiş bölgülərdən ibarət şkalalar olur. Cihazların üzərində şkalalar olur. Cihazın göstəricisini də müəyyən etmək üçün biz şkalasının bir bölgünün cihazın bölgüsünü də təyin etmək üçün cihazın göstəricisini təyin etmək üçün biz cihazın bir bölgüsünün qiymətini müəyyən etməliyik. Cihazın bir bölgüsünün qiymətini müəyyən etmək üçün B çıxılsın A bölünsün N düsturundan istifadə olunur. Burada B və A iki qonşu çizginin qarşısında yazılmış qiymətlərdir. N isə onlar arasında qalan çizgilərin sayıdır. Gəlin indi dərslik üzərindən bir nümunəyə baxaq. İstədiyiniz iki qonşunu götürə bilərsiniz. Məsələn, 13 ilə 14. Düsturu yazıram. A variantı. B çıxılsın A bölünsün N-ə. B-nin yerinə 14 qoyacağam. A-nın yerinə 13 qoyacağam. İndi gəlin N-i sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və nəhayət 10. 14-ün özündə sayırıq. Xətkeşin üzərində də nə yazılıb? Santimetr. Santimetrləri də yazaq bura. Aradakı bölgülərin sayı da 10-dur. İndi bir bölgünü tapaq. 14 çıxılsın 13 bölünsün 10-a. 1 bölünsün 10. Deyəcək 0,1 santimetr. Əgər millimetrlə ifadə etmək istəsəniz, 0,1-i vuracaqsınız 10-a, bərabər olacaq 1 millimetr. İndi bizə deyir ki, bu karandaşın uzunluğu nə qədərdir? Buraya qədər 13,5, 13,6, 13,7, 13,8. Deməli, karandaşımızın uzunluğu nə qədərdir? 13,8 santimetrdir. Yəni, bir bölgünün qiyməti 0,1-dir. İkinci tapşırığa baxaq. Menzurkaya daxil edilən daşın sıxlığı 2100 kiloqram bölünsün metr kubudur. Menzurkanın bir bölgüsünün qiymətini müəyyən edin. Gəlin müəyyən edək. Yenə 2 dənə qonşu götürürük. Qonşularımızdan biri olsun 10, digəri də olsun 20. Onda yazıram. B bərabərdir 20, A bərabərdir 10. İndi aradakı cizgiləri sayacağım. Onun özünü saymıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə çizgimiz var. N bərabərdir 10'dur. Bir bölgünü tapaq. B çıxılsın A bölünsün N-ə. Bərabərdir. 20 çıxılsın 10 bölünsün 10. Bərabərdir 1. Vahid nə yazılıb? Milli. 1 milli. Milli həcm vahididir. İndi daşın həcmini hesablayın. Daşı suya atdıqdan sonra görürük ki, menzurkanın həcmi nə qədər olub? 30 olub. 30 milli.
Əvvəl nə qədər idi? Bir bölgümüz, yəni bir dənə belə xəttimiz 1 milli deməkdir. Onda bura 20, 21, 22, 23. Əvvəlcə həcmimiz 23 milli idi. İndi olub 30 milli. Daşı atandan sonra. Həcmimiz nə qədər artıb? 30 çıxılsın 23 bərabərdir 7 milli. Deməli, daşımızın həcmi nə qədər imiş? 7 milli imiş. İndi bizə deyir ki, daşın kütləsini hesablayıb qramla ifadə edin. Və bizə də əvvəldə daşın sıxlığını verib. Daşın sıxlığını bizə verib 2100 kiloqram bölünsün metrin kubuna. Daşın həcmini isə bizə verib 7 milli. 1 milli də 1 kub santimetrə bərabərdir. Yəni, daşın həcmini bizə verib 7 santimetrin kubu. Bizdən daşın kütləsini istəyir. Buraları silim ki, indi uşaqlar fikir verin. Sıxlığı da metr kubudur, həcmdə santimetr kubudur. Cavabı da bizdən qramla istəyir. Onda gəlin sıxlığın vahidini çevirək. Yazaq 2100 kiloqramın yerinə yazıram 1000 qram. Metr kubunun da yerinə yazıram milyon santimetr kubu. Buradan 3 sıfır silirik. Buradan da 3 sıfır silirik. Buradan 2 sıfır silirik. Buradan da 2 sıfır silirik. Yuxarıda qalır 21 qram. Aşağıda da 10 santimetr kub. 21'i də 10'a bölürük. 2,1 qram bölünsün santimetrin kubu. Kütləni də tapanda rho-nu vuracağıq V-yə. Yəni 2,1'i vuracağıq 7'yə. Bu da bizə verəcək 14,7 qram. Keçək növbəti tapşırıqlara. Öyrəndiklərinizi yoxlayın. Səhifə 23. Düzgün forması olmayan cismin sıxlığını hansı cihazların köməyi ilə hesablamaq olar? Burada birinci gördüyünüz cihaz ölçü lentidir. İkinci gördüyünüz cihaz saniye ölçəndir. Üçüncü gördüyünüz cihaz menzurkadır. Və dördüncü gördüyünüz cihaz tərəzidir. Bizdən də cismin sıxlığını istəyir. Sıxlığın düsturu rho bərabərdir m bölünsün v-dir. Kütləni ölçərik tərəzi ilə, yəni 4 ilə. Həcmi də ölçərik menzurka ilə. Deməli cavabımız olacaq 3 və 4. Euler-Venn diaqramında verilmiş cihazlar üçün uyğun bəndləri müəyyən edin. Birinci gördüyünüz cihaz voltmetrdir. İkinci gördüyünüz cihaz isə spidometrdir. Voltmetr gərginliyi ölçür, bir gedəcək bura. Spidometr sürəti ölçür. Hər ikisinin şkalası var. Bax, görürsünüz, üzərlərində xətlər var. 3 ortaya gedəcək. Müəyyən ölçü həddi var. Bəli, hər iki cihazın müəyyən ölçü həddi var. Məsələn, baxaq görək voltmetrin ölçü həddi nə qədərdir? Burada biraz bulanıq görünür. Amma spidometrin ölçü həddi üzərində yazılan sonuncu rəqəmdir. Yəni, bu spidometrlə maksimum ölçülə bilən sürət 200'dür. Burada da neçə yazılıbsa, indi məsələn 100 yazılıbsa, bununla maksimum 100 volt gərginliyi ölçə bilərik. Gündəlik həyatda daha çox istifadə olunan spidometrdir maşınlarda. Əsasən laboratoriyada istifadə olunan isə voltmetrdir. 6'da gedəcək bura. Sonra üçüncü tapşırıq çox yaxşı tapşırıqdır. Şəkildəki cihazların ən böyük və ən kiçik ölçü həddini təyin edin.
Birinci cihazımız xəttkeşdir, ikinci cihazımız dinamometrdir, üçüncü cihazımız da menzurkadır. Gəlin birinci cihazın bir bölgüsünün qiymətini təyin edək. Hansı rəqəmləri götürürəm? 1 ilə 2-ni götürürəm. 1 ilə 2-nin arasındakı xəttləri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 2-dən 1-i çıxıram. Bölürəm 10-a. 1 bölünsün 10. 0,1. Baxıram üstündəki vahidə santimetr. Deməli, bunun bir bölgüsü 0,1 santimetrdir. İndi gəlin, xəttkeşi görək. Neçədə dayanır? 5-dirsə bura. 5,1, 5,2, 5,3, 5,4. Deməli, bunun ən böyük ölçü həddi 5,4 santimetrdir. Ən kiçik ölçü həddi isə elə onun bir bölgüsünün qiymətinə bərabərdir. Yəni 0,1 santimetrdir. Keçək ikinci cihazımıza. Burada da yenə 1 ilə 2-ni götürürəm. Aradakı xətləri sayaq. Bunları silək ki, aradakı xətləri saya bilək. 1 ilə 2-ni götürdük. 1-dən sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Aradakı xətlərin sayı neçədir? 10-dur. B-miz 2-dir. A-mız da 1-dir. Bir bölgünü tapmaq üçün yenə də 2-dən 1-i çıxacaq, böləcəyik 10-a. Edəcək 0,1 üstündəki vahid Newton. Bunun deməli ən kiçik ölçü həddi elə onun bir bölgüsü, yəni 0,1 Newtondur. Ən böyük ölçü həddi isə üstündəki sonuncu rəqəm. Baxın, 5 Newtondur. Üçüncü cihazı videonu saxlayın, siz eləyin. Sonra yeni videoya davam edərsiniz. Burada cihazın ən böyük ölçmə həddi görürsünüz 100 millinin üzərində dayanıb. 100 millidir. İndi gəlin ən kiçik ölçmə həddini tapaq. İki qonşunu götürək. Məsələn, 80 ilə 90-ı götürürəm. B-miz 90-dır. A-mız 80-dir. İndi aradakı bölgüləri sayaq. 80-dən sonra 1, 2, 3, 4, 5. Arada 5 dənə bölgü var. 90-dan çıxırıq 80-i, bölürük 5-ə. Onu da 5-ə böləndə 2 milli. Deməli, ən böyük olacaq 100 milli. Ən kiçik olacaq 2 milli. Keçək ölçmələrdə dəqiqlik mövzusuna. Mütləq xətanın tapılması. Mütləq xətanı tapmaq üçün cihazın bir bölgüsünün qiymətinin yarısını tapmaq tələb olunur. Buna aid tapşırıqlara baxaq, sizə daha aydın olsun. Öyrəndiklərinizi tətbiq edin. Səhifə 26. Mayenin həcmini bir menzurkası ilə ölçdükdən sonra o ikinci menzurkaya boşaldılır. Menzurkaların xətalarını müəyyən edin. Menzurkanın xətası nə qədər kiçik olsa, orada o qədər dəqiq ölçmə apara bilərik. Birinci menzurkada 10 ilə 20-ni götürürəm. B-miz 20-dir, A-mız 10-dur. İndi gəlin aradakı cizgiləri sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə cizgimiz var. Yazırıq. B çıxılsın A, bölünsün N-ə. Yəni 20 çıxılsın 10, bölünsün 10-a. Elədir 1, vahid də nə yazılıb bura? 1 milli. Bu bizim bir bölgümüzdür. Bəs xətanı tapmaq üçün nə edərik? Bir bölgünün yarısını tapmalıyıq. Yəni 1 millinin yarısını tapırıq. Edir 0,5 milli. Onda buradakı suyun həcmini müəyyən edə bilərik. Hər bölgü 1 millimetrdirsə,
Onda bura eləyir 21, 22, 23, 24. 24 milli. 24 millidir. Amma biz burada xətaya da yol verə bilərik. Onda nə edirik? 24 çıxılsın 0,5 milli. Bunlar arasında bir qiymət alacaq. Həmin qiyməti x-dan işarə edirəm və 24 üstə gəlinsin 0,5 milli. Yəni bunun ala biləcəyi qiymətlər 23,5 ilə 24,5-in arasında olacaq. İndi gəlin ikinci menzurkaya baxaq. Yenə də 10 ilə 20-ni götürürəm. Hər dəfə də düsturu yazmayacağam. Neçə dəfə yazdım deyə. Məncə artıq anladınız siz. Aradakı bölgüləri sayıram. Onun özünü saymıram. Ondan sonra 1, 2 dənə bölgümüz var. 20-dən 10'u çıxırıq. 10. Onu da bölürük 2-yə. 5 milli. Xətanı da tapsaq. Bu bir bölgümüzdür. Xətanı da tapanda bir bölgünü böləcəyik 2 yerə. Yəni 5 millini böləcəm 2 yerə. Bu da verəcək 2,5 milli. İndi baxın uşaqlar. Birinci cihazın xətasına baxın. Nə qədər idi? 0,5 milli. İkinci cihazın xətasına baxın. 2,5 milli. Hansı cihazdan daha dəqiq ölçmək olar? Əlbəttə ki, bəli. Birinci cihazla. Birinci menzurka ilə. Sonra öyrəndiklərinizi yoxlayın hissəsində bizə məsələ verib. Bizə deyir bir bölgünün qiymətini təyin edin. Bir bölgünün qiymətini təyin etmək üçün 1 ilə 2-ni götürürük. Yazaq bura 1-in A variantı. 2-dən 1-i çıxırıq. Bölürük 1 ilə 2-nin arasındakı çizgilərin sayına. 1, 2. Böldük 2-yə. 0,5 vahid nə yazılıb? Volt. Ölçmə həddini müəyyən edin. Cihazın üstündəki sonuncu rəqəm neçədir? 5-dir. Deməli, cihazın ölçmə həddi 5 volta bərabərdir. C variantında deyir ki, xətasını hesablayın. Xətanı tapmaq üçün bir bölgünü 0,5-i böləcəyik yarı olacaq 0,25 volt. Skalyar və vektorial kəmiyyətlər. Deyirik ki, yalnız ədədi qiyməti olan kəmiyyətlərə skalyar kəmiyyətlər deyilir. Həm ədədi qiyməti, həm də istiqaməti olan kəmiyyətlərə də vektorial kəmiyyətlər deyilir. Məsələn, deyirik ki, cismin kütləsi 57 kiloqramdır. Buradakı 57 həmin kəmiyyətin ədədi qiymətidir. Kütlənin istiqaməti yoxdur. Yəni, kütləyə bir istiqamət verə bilmirik. İstiqaməti yoxdursa, necə kəmiyyət olacaq? Skalyar kəmiyyət olacaq. Bir də var, deyirəm ki, maşının sürəti saatda 60 kilometrdir. Yəni, 1 saatda 60 kilometr yol gedir. Buradakı 60 onun ədədi qiymətidir. Bir də var istiqaməti. Maşın hansı istiqamətdə hərəkət edir? Sağa gedir, sola gedir, şimala gedir. Həm də istiqaməti varsa, belə kəmiyyətlər. Necə kəmiyyətlər olacaq? Vektorial kəmiyyətlər. Məsələn, sizə tanış olan qüvvə. 6-cı sinifdən sizə məlumdur ki, qüvvənin tətbiq nöqtəsi var, istiqaməti var və ədədi qiyməti var. Məsələn, yazaq F bərabərdir 20 Newton. Bu 20 onun ədədi qiymətidir. Bir də istiqaməti var. Həm ədədi qiyməti varsa, həm də istiqaməti varsa, belə kəmiyyət adlanır vektorial kəmiyyət. Bir dənə başqa bir kəmiyyət yazaq. Temperatur. Otağın temperaturu 25 dərəcə Selsidir. Bu 25 dərəcə Sels, 25 dərəcə onun ədədi qiymətidir. Temperaturun bir istiqaməti yoxdur. İstiqaməti yoxdursa, o zaman temperatur necə kəmiyyət olacaq? Skalyar kəmiyyət olacaq. Qüvvə vektorial kəmiyyət olacaq. Davam edək yenə də məsələlərimizlə. Baxın burada
Səhifə 29-da 2 nömrəli məsələyə. Şəkildə qayığa 50 Newton dartı qüvvəsi. Baxın, bu 50 Newton verilib bizə. 5 Newton müqavimət qüvvəsi və 20 Newton suyun müqavimət qüvvəsi təsir edir. 5 Newton havanın müqavimət qüvvəsi, 20 Newton suyun müqavimət qüvvəsi təsir edir. Qayığa təsir edən əvəzləyici qüvvənin qiymətini və istiqamətini təyin edin. Əvəzləyici qüvvəni tapdıqda, əgər qüvvələr eyni istiqamətdə yönəlibsə, toplayırıq. Əks istiqamətdə yönəlibsə, çıxırıq. Yazaq bura bir dənə. Cismə təsir edir F1 qüvvəsi 20 Newton və F2 qüvvəsi 15 Newton. Biz əvəzləyici qüvvəni tapanda nə edirik? Yazırıq F əvəzləyici bərabərdir. Böyük qüvvədən kiçik qüvvəni çıxırıq. F1 çıxılsın F2. 20-dən 15-i çıxırıq. Tapırıq 5 Newton. Bəs istiqamət hansı istiqamət götürürük? İstiqamət böyük qüvvənin istiqaməti olacaq. Deməli, yekunda əvəzləyici qüvvə hansı istiqamətdə yönələcək? Sağa yönələcək. İndi bizə verilən məsələdə 90 Newton sağa yönəlib, 20 Newtonla 5 Newton isə sola yönəlib. Onda biz nə edirik? Sola yönələn qüvvələrin əvəzləyicisini tapmaq üçün F2 ilə F3-ü toplayırıq. 20 üstə gəlsin 5 bərabərdir 25 Newton və yekun əvəzləyici qüvvəni tapmaq üçün yazırıq F əvəzləyici bərabərdir F1 çıxılsın 25 Newton. Yəni 90-dan 25-i çıxırıq, bərabər olacaq 65 Newtona. Demək ki, əvəzləyici qüvvəmiz 65 Newtondur. Bəs istiqaməti hansı tərəfədir? Yenə deyirəm, böyük qüvvə hansı tərəfə yönəlibsə, yekun istiqamət də həmin tərəfə olacaqdır. Ümumiləşdirici tapşırıqlara da baxaq uşaqlar. Bunları mən öz şagirdlərimlə sinifdə işləmişəm. Bir daha işləyirəm, sizin üçün daha rahat olsun. Birinci tapşırıqda Azər atasından aldıqları yeni televizorun ekran ölçüsünü soruşdu. Atası 75 düym olduğunu dedi. Televizorun diaqonalının ölçüsü neçə metrdir? Fikir verirsiniz, sizə nə ilə verib? Santimetrlə verib. Amma cavabı nə ilə soruşur? Metrlə soruşur. Və 75 düymdür. 1 düym 2,54 santimetrdirsə, 75 düymü tapmaq üçün 75-i vuracağıq 2,54-ə. 75-i vuraq uşaqlar 2,54-ə. Burada sizin üçün vururam alt-alta. 5-i 4-ə vuracağıq 22 yadda. 5 5-im 25, 2 də yadda 27, yenə də 2 yadda. 2 5-im 10, 2 də yadda 12. Keçirik. 7-ni 4-ə vururuq. 28, 2 yadda. 7-ni 5-ə vururuq. 35, 2 də yadda idi 37, indi 3 yadda. 2-ni də 7-yə vururuq 14, 3 də yadda 17. Toplayırıq 0, 7-nin üstünə 8, 5 yazırıq 1 yadda. 2-nin üstünə 7 gəlirik 9, 1 də yadda idi 10, yenə də 1 yadda. 1-in üstünə 7 gəlirik 8, biri də orada var idi 9. İndi uşaqlar, vergüldən sonra 2 ədəd var. Mən də 1, 2 saydım. 190,5 santimetr. Santimetri də metrə çevirmək üçün nə edirdik? 100-ə bölürdük də. 190,5 santimetri böləcəm 100-ə. 100-ə bölürəm, 2-dən 0 sürüşdürəcəm bu tərəfə. Olacaq 1,905 metr. 2. Verilənlərdən hansı fiziki kəmiyyətdir? Zaman fiziki kəmiyyətdir burada. Saniyə vahiddir, zamanın vahididir. Metr uzunluğun vahididir. Kiloqram kütlənin vahididir. Dəqiqə də yenə də zamanın sistemdən kənar vahididir.
Euler-Venn diaqramında uzunluq və zaman üçün uyğun bəndləri müəyyən edin. Skalyar kəmiyyətdir. Uzunluğun da istiqaməti yoxdur uşaqlar. Zamanın da istiqaməti yoxdur. Demək, hər ikisi skalyardır. Vahidi BSD əsas vahiddir. Uzunluğun vahidi metrdir. Zamanın vahidi saniyədir. Hər ikisi bəli BSD əsas vahiddir. Vahidi saniyədir. Qeyd etmişik artıq. Zaman vahidi metrdir. Ölçü lenti ilə ölçülür uzunluq. Saniyə ölçənlə ölçülür zaman. Dördüncü tapşırıq. İki avtomobildən birinin sürəti 72 km/saat, digərinin sürəti 30 metr/saniyədir. Deyir, bu sürətləri müqayisə edin. Fikir verirsinizsə, biri km/saatlandır, biri metr bölünsün saniyələndir. Biz bu halda müqayisə edə bilmərik. Ya km/saatı metr/saniyəyə çevirək, ya metr bölünsün saniyəni km/saata çevirək. Məncə km/saatı metr/saniyəyə çevirək, daha rahatdır. 72 vurulsun. Kilometrin yerinə yazıram 1000 metr. Saatın yerinə yazıram 3600 saniyə. Yuxarıdan 2 sıfırla aşağıdan 2 sıfır ixtisar gedir. 72 ilə də 36 ixtisar gedir. Yuxarıda qaldı 2 vuraq 10. 20 metr bölünsün saniyə. Baxdıq ki, birinci avtomobilin sürəti, buna deyirəm V1, 20 metr bölünsün saniyədir. İkinci avtomobilin sürətinə də V2 deyirəm. Bu da 30 metr bölünsün saniyədir. Hansı böyük olacaq? V2 böyük olacaq V1-dən. 5-ci tapşırıqda saniyə ölçənin bir bölgüsünün qiyməti və xətası nə qədərdir? Bir bölgünü tapmaq məncə artıq sizə rahat olacaq. Uşaqlar, burada 5 ilə gəlin 10-u götürək. B-nin yerinə 10 yazaq. A-nın yerinə 5 yazaq. İndi eni tapaq. 1, 2, 3, 4. Onun özü də 5. Yazırıq. 10 çıxılsın 5, bölünsün 5. Olacaq 1 saniyə. Xətanı da tapanda 1-i böləcəyik 2 yerə. Bu da bizə verəcək 0,5 saniyə. 6-cı məsələ ilə davam edirik. Şəhərdə karandaşın uzunluğu ən çox nə qədər ola bilər? Bir bölgünün qiymətini müəyyən edirik. B-ni 13 götürək. A-nı 12. Aradakı çizgiləri sayaq. Arada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə çizgimiz var. Bir bölgünü tapmaq üçün 13 çıxılsın 12 bölünsün 10-a. Bu da bizə verəcək 0,1. Xəttkeşin üstünə santimetr yazılıb. Bir bölgünün qiymətinin yarısını tapacaq. 0,1 santimetr bölürük 2-yə. 0,5 santimetr. İndi baxırsınız, xəttkeşin uzunluğu 12,5 ilə 12,6-nın arasındadır. Onda yazırıq. 13,55 plus minus 0,5. Bir dəfə 12,55-dən 0,5-i çıxırıq. Kiçik bərabərdir. Xəttkeşin uzunluğuna da biz bir dənə x desək. 13,55-dən 0,5-i çıxdıq. Kiçik bərabərdir x. O da kiçik bərabərdir. 13,55 üstə gəlsin 0,5. Edəcək 12,5 kiçik bərabərdir x. O da kiçik bərabərdir 12,6. Bizə deyir ki, uzunluğu ən çox nə qədər ola bilər? Olacaq 12,6 santimetr. 7-ci tapşırıqda şəkildəki voltmetrlərlə bağlı hansı fikirlər doğrudur? Birinci voltmetrlə daha böyük gərginliyi ölçmək olar. Baxın, birinci voltmetrin ölçmə həddi 150-dir. İkinci voltmetrin ölçmə həddi 40-dır. Birinci voltmetrlə daha biz böyük gərginliyi ölçə bilərik. Bəs hansı daha dəqiq ölçər? Bunun üçün də xətaları müəyyən etməliyik. Birinci voltmetrin xətasını müəyyən etmək üçün artıq bir neçə dəfə etdik uşaqlar bundan. 100 ilə 50-ni götürürük. 100 çıxılsın 50, bölünsün aradakı çizgilərin sayı 10-dur. 5 volt. Xətamız edəcək 5 voltun yarısı.
5 voltunun yarısı da edir 2,5 volt. İndi ikinci cihaza baxaq. İkinci cihazda 10-dan 20-ni götürürəm. 20 çıxılsın 10. Aradakı çizgilər 5-dir. Elədik 2 volt. Xətamız olacaq 1 volt. Hansı cihazın xətası daha kiçikdirsə, ondan daha dəqiq ölçə bilərik. Yəni ikinci voltmetrlə. 8-ci tapşırıqda su elektrik stansiyasında 1 saniyədə istehsal olunan elektrik enerjisinin qiyməti verilib. Joul'la bizə deyir bunu megajoul'la ifadə edin. 1 megajoul 10⁻⁶ joul'a bərabərdir. Onda joul'da megajoul'a keçəndə 6 dənə sıfırı siləcəyik. 420 megajoul. Əgər desəydi ki, kilojoul'la ifadə elə. Bu məsələ deyil. Məsələdən kənardır. Kilojoul'la ifadə elə. Onda 1 kilojoul 10⁻³ joul'a bərabərdir. 3 dənə sıfır siləcək. Olacaq da 420.000 kilojoul. 9-cu məsələdə hansı cihaz və cihazlarla ölçülən fiziki kəmiyyət skalyar kəmiyyətdir? Birinci cihaz saniyə ölçəndir, zamanı ölçür. İkinci cihaz tərəzidir, kütləni ölçür. Üçüncü cihaz dinamometrdir, qüvvəni ölçür. Kütlə də, zaman da skalyar kəmiyyətlərdir. Qüvvə isə vektorial kəmiyyətdir. 10-cu tapşırıqda başlanğıc anda sükunətdə olan cisim şəkildəki kimi 4 qüvvəyə təsir edir. Cisim başlanğıc anda sükunətdədir, yəni dayanıb. Əvəzləyici qüvvənin qiyməti nəyə bərabərdir? 4 dənə qüvvə var. Sağa 2 qüvvə yönəlib, sola 2 qüvvə yönəlib. Əvvəlcə sağa yönələn qüvvələrin əvəzləyicisini tapacağıq. Sağa yönəlib 8 Newton, 18 Newton. Əvəzləyicisi 18 üstə gələk 8, 26 Newton. Sola da 2 qüvvə yönəlib 13 Newton, 9 Newton. 13 ilə 9-un əvəzləyicisini tapırıq 22 Newton. Belə bir şəkil alınır da. Cisim buradadır. Sağa 26 Newton qüvvə təsir edir. Sola 22 Newton qüvvə təsir edir. Əvəzləyici qüvvəni tapanda yazırıq. F əvəzləyici bərabərdir. 26 Newton çıxılsın 22 Newton. O da bərabərdir 4 Newtona. Bu əvəzləyici qüvvənin qiymətidir. Bəs istiqaməti hansı tərəf olacaq? Böyük qüvvənin istiqamətində, yəni sağa. Cisimimiz də sağa doğru hərəkət edəcək. Ümid edirəm ki, bunlar sizə KSG-də kömək olacaq və uğurlu nəticələr əldə edəcəksiniz uşaqlar. Uğurlar arzu edirəm hər birinizə.